80 yaşı var, Allah ömür versin. Nədir şikayəti anavızın? Diz ağrıları var, həkimdən bir soruşmaq istəyir, bu diz ağrılarına görə neynəmək olur? Diz ağrılarına görə, məsələn, yeriyə bilmir, yoxsa çətinlik çəkir, əsayla yeriyir? Yox, əslində yerimir, özü yeriyir, amma çox ağrıyır da. Ağrı. Neçə müddətdir başlayıb bu narahatçılıq? 10 ildən çoxdur. Heç bir müalicə götürməmisiniz? Götürmüş, kömək eləmir. Kömək eləməyib, tamam. Şəkəri, qan təzyiqi var anavızın? Təzyiqi var, amma şəkəri yoxdur. Oynaq təzyiqdir, yəni ara sıra, yoxsa mütəmad? Oynayır, hə, oynardır. Doktor, buyurun. Orada maşallah sizdə kartof boldur. Kartofu soyutma qabıqlı pişirin, əzin və içərisinə neft qatın. Sonra bir də əlavə olaraq bal qatın. Neft, bal və kartuşka. Neft, bal, bir də qara bibər. Yəni qatırsınız içərisində acı bibər. Qatırsınız, sonra ondan yastılayırsınız, ora təpsimə kimi bağlayırsınız. Üstündən də təbii ki, salafan və yum şalla bağlayırsınız. Çox gözəl effekt verəcək. İkinci də bir yarpaq götürürsünüz, kələm yarpağı, onu qaynar suya salırsınız, bir dəqiqədən sonra çıxardıb döyərsləyirsiniz, üzərinə bal çəkirsiniz, dizinə bağlayırsınız ananızın, onun da effektini görəcək. Birini də əvvəl dedim, onu da sarımsağı sürkəşdən keçirin, yodla qarışdırın, dizinizə bağlayın. Və təbii ki, nə dərəcədə şikayəti qalsa, mənə zəng eləyib yenə də əlaqə salın.